uşağına yetimlər və zəhər qazan deməmişdim. Çünki mən o səviyyən adam deyiləm. Yenə dedirəm, uşaqlarıma yetim dediciyən oldu. Mənim həyat yoldaşım dünyasını dəyişmədi ki, ilmi, min şükür Allaha. Yox, keçmək söhbətindən ümumiyyətlə söhbət gedə bilməz. Keçmək məsələsindən söhbət gedə bilməz. Nə qədər istəyir fanatlarını töksün bura, yalandan akkauntlarda, bilirsiniz, səhifəmə girməyənlərin hamısı burada səhifəmdədir. Ona görə o ona cavab verəcək bir mənalı şəkildə. Onun paltarı sizə qalmışdı. Yox, sənin uşaq pulun mənə qalıb, başqa heç nə mənə qalmayıb, heç nə mənə qalmayıb. Bir dənə sənin uşaq pulunun dərdidir mənə. Mən bir dənə onu həll eləsəydim, sən dincələcəkdin, vəssalam. Xoşunuz gəlir də onda da, xoşunuz gəlir elə adamlara baxanda. Belə də ki, zor eləyir. Vallahi elə əyində yerindəkini soyunsunlar. Onsuz da Adəm övladı lüt yaramayıb. Anadan doğulunda lüt doğuluruq da. Əncir yarpağından zatdan tüpürək yapışdıraq vəssalam da. Heç kim heç kimə baxmayacaq. Heç kimin heç kimə qarşı bir şəhvət hissi oyamayacaq. Çünki hamı zaten lüt olacaq. Hamının arvadını, uşağını, oğlunu, qızını hər yerdə görəcək. Nə var? Niyə özümüzə zülüm veririk? Bu rent paltar alırıq. Niyə? Yox, üzr istəmə məsələsi yoxdur. Keçməyəcəm, yox.